Rəisə xanım, valideynlər uşaqlarının beyin inkişafını dəstəkləmək üçün gündəlik həyatda ən çox nələrə diqqət eləsələr daha yaxşı olar? Beyin inkişafını dəstəkləmək üçün uşaq doğulduğu ilk gündən etibarən biz bütün valideynlərə məsləhətimiz olur ki, uşaqla çoxlu ünsiyyətdə olun. Təbii ki, sağlam, heç bir nevroloji başqa bir pozuntusu olmayan uşaqlardan danışırıq. Çünki uşaqla səmərəli vaxt keçirmək, bacardığımız qədər çox oyun oynamaq faydalı. Bu özdə tək ananın öhdəsinə düşmür. Həm ana, həm ata. Ananın uşaqla keçirdiyi vaxt beyinə ayrı cürə təsir edir, atanın keçirdiyi ayrı cürə təsir edir. Hər ikisi səmərəli olaraq övladı ilə vaxt keçirməlidir. Bir də onu da vurğulamaq istəyirəm. Son zamanlar bütün sindromik uşaqlar, bütün əqli geriliyi olan uşaqlar, başqa bir nevroloji xəstəliyi olan, metabolik xəstəliyi olan uşaqlar çox təəssüf ki, hamısı autizm spektr pozuntusu deyilir. Yəni hamısına əlamətlərin. Çünki də simptomlarını görürük. Amma əslində bu uşaqlar autizm deyil də başqa bir xəstəlikdir. Sadəcə olaraq çox araşdırılmır və çox vaxtda valideynlər arasında belə bir yanlış düşüncə olur ki, doktor əgər müalicəsi yoxdursa, mən bunu niyə araşdırım ki, yəni onu bilməyimin məndən nə kimi faydası var? Ən çox da biz bu sualı genetik test tövsiyə elədiyimiz xəstələrdə görürük. Çünki son zamanlar bu genetik məsələlər istər metabolik xəstəliklərdə, istər autizm spektr pozuntusunun digər səbəblərini aşkar eləmək üçün mütləq genetik testləri tövsiyə edirik. Valideynlərə təbii ki, izah edirik ki, bu sizə proqnoz baxımından müalicə oluna bilən bir şey varsa ki, metabolik xəstəliklərin çoxsu müalicə oluna biləndir, gözdən qaçmasın. Son zamanlar genetik xəstəliklərin bəzilərinin artıq müalicəsi, dərmanla müalicəsi var. Yəni ən azından müalicə oluna bilən bir şey varsa o gözdən qaçmasın və ailə əgər növbəti övlad düşünürsə, mütləq onun bir genetik bir səbəbi varsa, ikinci övlad da nə qədər ola bilər? Bu suala cavab tapması üçün və gələcəkdə o uşaq, məsələn, ailə quracaq, evlənəcəksə, onun öz övladlarında nə qədər ola bilər və yaxın qohumlarda bu baxımdan genetik testlərin olunması elə bilirəm ki, çox önəmlidir. Düzdür, son zamanlar pasientlərin çoxsu maariflənib, özləri vermək istəyirlər, verirlər də. Amma ümumiyyətlə fürsət düşmüşkən onu vurğulamaq istədim. Yəni, hər autizm spektr pozuntusu deyilən uşaq əslində autizm deyil, başqa bir xəstəlikdir.